ay və yaxud 1 il kurs keçirsiniz, diplom alırsınız və olursunuz tibb bacısı ya da əczaçı. Sosial şəbəkələrdə bu tip elanlara tez-tez rast gəlinir. Ölkəmizdə fəaliyyət göstərən əksər tədris mərkəzlərində tibb bacısı, əczaçılıq, kosmetoloq və tibbə aid olan digər ixtisaslar üzrə kurslar keçirilir. Dövlət orta ixtisas məktəblərində tibb bacısı, əczaçı diplomuna yiyələnmək üçün tələbələr 3 il təhsil alır. Azərbaycan Tibb Universitetində isə əczaçı olmaq üçün 5 il, tibb bacısı olmaq üçün isə 4 il təhsil müddəti nəzərdə tutulur. Bəs necə olur ki, özəl kurslarda qısa müddətdə tibb bacısı və ya əczaçı olmaq olur? Sualımıza cavab tapmaq üçün sözügedən kurslarla əlaqə saxlamağa çalışdıq. Lakin onlar suallarımızı cavablandırmaqdan çəkindilər. Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla deyir ki, belə kurslara adətən tibb universitetindən qəbul ola bilməyənlər, rahat yolla iş tapmaq istəyənlər gedir. Nəzərə almaq lazım ki, tibb bacısı yetərincə tibbi vərdişləri olan bir şəxsdir. O, həkimə qədər ki, yardım, müəyyən prinsipləri həyata keçirmək, xəstəni müəyyən təxirə salınmaz durumdan çıxartmaq qabiliyyətinə malikdir. Biz bunu Türkiyədə görmüşük və onlar xüsusi vərdişləri 4 il müddətini öyrənirlər. Ona görə də hesab edirəm ki, bu cür kurslar əhəmiyyətsizdir və valideynlər, insanlar da buna getməməlidirlər. Ekspert deyir ki, özəl tibb kurslarını bitirənlər dövlət xəstəxanalarında işlə təmin olunmur. Amma çox vaxt özəl xəstəxanalar bu şəxsləri işə götürürlər. Bunlar əsasən özəl sektorda fəaliyyət göstərirlər. Azərbaycanda bu özəl tibb mərkəzləri ciddi şəkildə təftiş olunmalıdır. Dövlət xəstəxanalarında biraz işə düzəlmə məsələsində buna çox ciddi fikir verilir. Amma özəl sektorda yox. Özəl sektorda yəni biraz bəzi şeylərdə görürsünüz ki, şəxsi münasibətlər, digər məsələlər rol oynayır. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, özəl kursda tibb bacısı təhsili alan şəxslər yalnız vacib olduqda ailə üzvlərinə və ətrafındakı insanlara yardım edə bilərlər. Bunların heç biri tibb mütəxəssisi deyildir. Tibb mütəxəssisi kimi fəaliyyət göstərə bilməz. Yəni, orta tibb mütəxəssisi kimi də fəaliyyət göstərməsi mümkün deyildir. Belə hallar aşkar olunarsa, bu qanuna müvafiq şəkildə inzibati xəta törədir. Çünki o şəxslərin nə əczaçılıq fəaliyyəti ilə, nə tibb fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Səhiyyə Nazirliyi tərəfindən də sorğumuza cavab olaraq bildirildi ki, tibblə bağlı kursların verdiyi sertifikat və ya diplom Nazirliyi tərəfindən tanınmır. Bu cür kurslara gedənlər bilməlidirlər ki, onlara verilən diplomun heç bir perspektivi yoxdur. Tibb kurslarına müraciət edənlərin sayı artıb. 6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir. Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəssisələrində, ya da fərdi olaraq çalışırlar. Bəs görəsən ümumiyyətlə bu kursları bitirənlərə verilən sənədlər nə qədər etibarlı sayılır? Belə kursları təşkil edənlər deyirlər ki, tədrisi bitirənlərə verdikləri təsdiqləyici sənədlər dövlət tibb müəssisələrində keçərli olmur. Özəl müəssisələrdə çalışdıqları halda isə yalnız həkim köməkçisi olaraq fəaliyyət göstərə bilirlər. Əsasən ilkin tibbi yardım üsulu nəzərdə tutulmuşdur. Həkimə qədərki yardım əsaslarıdır, müayinə üsullarıdır, nəbz ölçmək, dərmanlar haqqında məlumatlar verilir. Tibb kursları əsasən 6, 12, 18 ay ola bilər. Qiymət 35-50 arasında kursdan asılı olaraq bu qiymət aralığında dəyişilir. Kursun sonunda sertifikat, diplom verilir. Sertifikat və diplom dövlət xəstəxanalarında keçərli deyil. Amma özəl aptek və xəstəxanalarda köməkçi formasında həkim yanında köməkçi kimi rəhbərliyin icazəsi ilə bunlara icazə verilə bilər. Tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə belə kursları bitirənlər yüngül tibbi dəstək göstərməklə ancaq ailə üzvlərinə kömək edə bilərlər. Həmin şəxslərin yalnız planlı və təyinatı olan tibbi dəstək üzrə xidmətləri göstərməsi doğru hesab edilir. Məsələn, əgər həkim tərəfindən planlı şəkildə əzələ daxili iynə təyin olunarsa, bu zaman həmin tibb bacılarının bunu tətbiq etmələri mümkündür. Əks halda yaranacaq hər bir vəziyyət üçün məsuliyyət daşıyırlar. Belə kursları keçib qutaran insanlar müəyyən qədər hazırlıqlı olurlar. Onlara müəyyən ilkin tibbi yardım göstərmək, iynələr vurmaq, misal üçün dəri altına, hətta əzələ daxilinə vurulan iynə, hətta onlara heç venalı iynə vurmağa da icazə vermirlər. Müəyyən sarğıları zadı həyata keçirmək, yara yerini belə deyək ki, dezinfeksiya etmək, belə halları zadı öyrədirlər, başa salırlar. Amma onların ümumiyyətlə həmin onlara verilən sertifikat əsasında qanunla onların ancaq ailə üzvlərinə xidmət göstərə bilərlər.
Ekspert vurğulayır ki, elanlarda bəzən elə şərtlər qeyd olunur ki, insanlara cəlbedici gəlir və həmin kurslara müraciət edirlər. Amma kursu bitirdikdən sonra harda çalışacaqları ilə bağlı maraqlanmırlar. Problem də elə məhz bundan sonra başlayır. Həkim Rasif Bağırov deyir ki, belə şəxslərin nəinki dövlət müəssisələrində, həmçinin digər tibb idarələrində də çalışması yol verilməzdi. Cəlb eləyirlər, bu insanlar gedir orada onu qutarır, gəlir və buna bəziləri elə bilir işləyə bilərəm, hətta götürür onu gedir hansısa bir dövlət dairəsinə müraciət edir ki, hə, diplomumuz var, sertifikatımız var filan. Amma əslində onların heç biri orada gərək əvvəlcədən bilərlər ki, yəni o kursları keçmək insanlara hər hansı bir idarədə, tibb idarəsində işləməyə icazə vermir. Kurslar ki açılır, onlar Ədliyyə Nazirliyində, Səhiyyə Nazirliyində təsdiq olunanda orada yazılıb ki, bunların işləməyə ixtiyarı yoxdur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə tibb kurslarına nəzarət Nazirliyin səlahiyyətinə daxil deyil. Həmin kursları bitirən şəxslər dövlət tibb müəssisələrində işlə təmin olunmurlar. Həmçinin bu kursları bitirən şəxslərə verilən sənədlər tibb işçiləri üçün keçirilən təkmilləşdirmə kurslarında iştirak və sertifikasiya üçün əsas hesab edilmir. Qeyd edək ki, orta ixtisas tibb təhsili dövlətə məxsus tədris müəssisələrində həyata keçirilir. Səhiyyə Nazirliyinin tabeliyində olan 11 tibb kolleci bir neçə ixtisas üzrə subbakalavriat səviyyəsində kadr hazırlığı da aparır. Son dövrlər 3-5 aya tibb mütəxəssisi yetişdirən kursların sayı artıb. Elə sosial şəbəkələrdə də aşağı ödənişli və asan qəbul prosesi ilə diqqəti çəkən tibb kurslarının elanları paylaşılır. Bu kursların məzmunu müxtəlif olur və adətən tibb bacısı, ilkin tibbi yardım, masaj, kosmetologiya, diş texnikliyi və sair kimi sahələr üzrə praktiki biliklərə yönəlir. Tibbi ekspert Rasif Bağırov deyir ki, sözü gedən kurslarda praktika keçən şəxslər peşəkar tibbi fəaliyyət göstərə bilməz. Əslində o tibb kursları hər hansı bir belə deyək ki, yəni həkimə köməkçi olan tibb kursları deyil. Yəni ki, felçer səviyyəsində, tibb bacısı səviyyəsində hazırlanan tibb kursları deyil. Verilən özünə lisenziya ondan ibarətdir ki, onlar ancaq xəstələrə, həkim o da vətəndaşlara, yəni uşaqlara iynə vurmaq öyrədə bilərlər. O iynələr də ki, ancaq belə deyək ki, ancaq əzələ daxilinə və dəri altına vurulan iynələr ola bilər. Hətta vena daxilinə vurulan iynələrin öyrədilsə də onların icra etməyə ixtiyarları yoxdur. Təhsil ekspertləri isə bildirirlər ki, bir çox kurslar yalnız özəl sertifikat təqdim edir. Amma bu sənədlər nə yerli, nə də beynəlxalq səviyyədə peşəkar fəaliyyət üçün keçərli sayılmır. Yəni tibb sahəsində fəaliyyət göstərmək üçün rəsmi olaraq ali tibbi təhsil almaq və müvafiq diplom əldə etmək lazımdır. Ümumiyyətlə Azərbaycanda ixtisaslaşmış kolleclər, həmçinin ali təhsil müəssisələri var. Bizdə orta ixtisas təhsil müəssisələrində tibb kollecləri var. Həmçinin Azərbaycan Tibb Universiteti var, ali təhsil, yəni tibb üzrə təhsil verən. Həmçinin Naxçıvan Dövlət Universiteti var. Kolleclərdə 3 il əyani olaraq, ancaq əyani şəkildə qəbul aparılır. Eləcə də tibb universitetlərində isə bu müddət 3 ildən daha çox müddətdir və bunlar daha sonra rezidentura və ixtisaslaşmış pillələr keçməyinə ixtisaslaşmış həkim olurlar. Amma bu tibb kurslarının verdiyi diplomlar, sertifikatlar ümumiyyətlə qanuni hesab olunmur, yəni dövlət sənədi kimi qeydə alınmır. Dövlət sənədi yalnız orta ixtisas təhsil müəssisələrində tibb kollecləri bitirənlərin və ali təhsil, tibb üzrə ali təhsil ixtisasları bitirənlərə verilir və bu diplomları Elm və Təhsil Nazirliyi bunlara vermiş olur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Xəzər xəbərə bildirildi ki, tibb kurslarının təşkil etdiyi müəssisələr orta ixtisas tibb təhsili müəssisəsi olmadığı üçün həmin müəssisələr tərəfindən verilən sənədlər əsasında orta tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.